10-cu fəsil. Rasulullah sallallahu aleyhi və səlləmin məsləri barədə varid olanlar. Məst deyildikdə dəridən və ya başqa yumuşaq materialdan tikilən yüngül ayaqqabı nəzərdə tutulur. Buna xuf deyilir ərəbcə. 73-cü hədis Bureydə radiyallahu anh rəvayət edir ki, Nəcaşi Peyğəmbər sallallahu aleyhi və səlləmə qara rəngli bir cüt sadə məst hədiyə göndərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm də onları dərhal ayağına geyindi. Dəstəmazı pozulduqdan sonra dəstəmaz aldı və məstləri üzərinə məst çəkdi. Nəcaşi Həbəşistan krallarının ləqəbidir. Necə ki, Fars hökümdarlarına Xosrov, Rum hökümdarlarına Qeysər, Şam hökümdarlarına Herakl, Misir hökümdarlarına Firon, Yəmən hökümdarlarına Tubbə deyilirdi. Bütün bunlar cahiliyyət dövrünün ləqəbləridir. Bu Nəcaşinin adı isə Əshəmədir. Peyğəmbər sallallahu aleyhi və səlləm hicrətin 6-cı ilində Amr ibn Umeyyə Əd-Damrini həmin o Nəcaşinin yanına göndərmiş və onu müsəlman olmağa çağırmış. O da İslam dinini qəbul etmişdir. Nəhayət, hicrətin 9-cu ilində həmin Nəcaşi vəfat etmiş və Peyğəmbər sallallahu aleyhi və səlləm ona cənazə namazı qılmışdır. Hədisdə sadə məst deyilir. Sadə məst deyildikdə üzərində heç bir naxış və ya bəzək-düzək olmayan məstlər nəzərdə tutulur. Sadə xuflar. Bu hədisi Əhməd, Əbu Davud, Tirmizi, İbn-i Macə rəvayət etmiş. Hədisin isnadında keçən Dəlhəm İbn-i Salih Əl-Kindi zəif ravi olduğundan bu hədis bu isnadla zəif sayılır. Lakin hədis digər isnadlarla rəvayət edildiyindən Şeyx Albani onu həsən hesab etmişdir. Və nəhayət bu fəsildə sonuncu hədis, 74-cü hədis, bununla da bugünkü dərsimizi tamamlayacağam. Muğir ibn Şöbə radiyallahu anh demişdir. Dihyə Peyğəmbər sallallahu aleyhi və səlləmə bir cüt məst göndərdi və o bu məstləri ayağına geyindi. İsrail Cabirdən, o da Amirdən rəvayət etmişdir ki, Dihyə ona məstlə bərabər bir cübbə də göndərdi. Bu məstlər cırılana dək Peyğəmbər sallallahu aleyhi və səlləm onları geyindi. Peyğəmbər sallallahu aleyhi və səlləm bu məstlərin şəriətə müvafiq qaydada kəsilib, kəsilmədiyini bilmirdi. Əbu İsa demişdir. Bu Əbu İshaq Şeybanidir. Adı da Süleymandır. Bu hədisi Tirmizi Sünən əsərində rəvayət etmişdir. Hədisin birinci isnadı səhihdir. İkinci isnadı isə zəifdir. İkinci isnaddakı Cabir ibn Yezid Əl-Cü'fi zəif ravidir. Demək, İsrail Cabirdən, o da Amirdən sözündən hədisin axırına dək zəifdir. Yalnız birinci hissəsi Dihyənin Peyğəmbər s.ə.və məst göndərdiyi səhihdir. Allah s.ə.dən istəyim budur ki, Allah bizə Peyğəmbər s.ə.və tam şəkildə tanımağı nəsib etsin. Amin. Onun barəsində varid olmuş hədisləri, xüsusən də bu gözəl kitabı, Şəmail-ül Nəbi kitabını axıra qədər şərh etməyi, orada olan hədisləri doğru düzgün başa düşməyi bizə nəsib etsin. Amin. Onu başa düşdükdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə həm sözündə, həm əməlində, həm zahiri görünüşündə oxşamağı, onun yolunu tutub getməyi, onunla bərabər həşr olmağı və onunla bir yerdə cənnətdə olmağı nəsib eləsin. Amin. Subhanəkə Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə əstəğfiruka və atubu ileyk.